Herkese selamlar dostlarım, neyesiniz? Ümit ki yaxşısınız. Bugün sizlerle birlikte ne necek? Bugün sizlerle birlikte dostlarım. Yani qaqaş, Osman Tuş'a baxırıq. Bəli dostlarım, qaqalar, Osman Tuş'a sizlerle birlikte baxırıq qaqalar. Yani qaqaş, keşfetimi yani giriblər. Belə deyim qaqaş. Hani paz olublar keşfetime. Ben de dedim ki buna ait video çekim dostlar. Ve kanalımıza abone olursunuz, videomuzu beğenirsiniz. Ve bu arada ben bunu YouTube'da tapmışam qaqalar uzun versiyasında, yani belə deyim. Yani uzun versiyasına bakacağım. Ve kanalımıza abone olun, videomuzu beğenin. Biz de keçək videomuza getdik. Bəlkə axşam kebab eləyək? Hə, eləyək. Televizoru aç. Bugün satılan bütün ətlər eşşək ətiymiş. Ay bilə! Eşeğe eti alıblar yala. Niyə eşşək əti Allah, o Mollettin nətərlə döndü, bir dəqiqənə gəldilər. Halaldı yala bunlara. satmısan? Yaxşı eləmişəm, almazdın. Ay, bunun başı qaçıb başa salaq bunu. Ay bilə sıçdıq. Eller yuxarı. İçinə azzarım. Ay bilet poxa keçmiçiyə. Ay, hara qaçırsınız? Oradan qapının nətər açdın məsələn, hə? Qapının nətər açdın döyürsən indi. Avtoşame! Ola iki təkər elədi, gördünüz? Bomba kimi qəşəng. Ay bilet qaçdılar, neyniyək indi? Ay bilet, qaçdığımız maşın qaldı, gedək neyniyək? Təzəsini al. Fikir verdiniz qaqa. Bir addımda ancaq belə deyirlər. Ay bilət. Getsək tutarlar bizi. Ay, nə maşın alaq? Gir tapaz baxaq. Burada bir dənə maşın var, Chevrolet Cruze, onu alaq. Ay bizə ucuz ev ver kirayə. Ay, Bunu ay. ən ucuz 350 manatdır. Ay bahadır, ucuz et. 300-dən aşağı düşmərəm. Gedək ət alaq, axşam yemək yeyək. Oy bilə, neyniyəcəyik? Ay bilet, vəziyyət pisdir. Aha. Baldi, dur tez. Bu nədir ay qaqa? Rısva elədi bizi. Bu nədir Allah? Bunun saçına bax siz Allah. Bunun saçına baxın qaqa. Bax paltarı əslində bu rəngdədir, bax yaşıl rəngdə. Bax çıxıb onun saçını. Yapay zəkat da. Dadlıdır ha, öz aramızdır. Qardaşım bişirib də. Sabah rayona çıxaq. Gefək maşını yuduzduraq. 50 qəpiklik moykada yuduzduraq. Bunlar rahatca məsələn şəhərdə gəzirlər qaqa. Məsələn polislər bunların dalına düşsəydi, məndə çox bomba olardı. Yəni belə rahatca gəzirlər, yəni polislər tuta bilmir. Yəni nə bilim vallah. Şəkil zor çıxdı ya. Dur, gedirik iPhone işlədir özü də qaqaş. rayona. Yükləri qoyaq. Kim bilir, kim bilir. Qəlbimin ağrısını kim bilir? Kim bilir, kim bilir? Çatdıq Kürdəmirə. Ay, bura nə isti deyə. Burada yaşamaq olmaz Gedək yemək alaq. Allah bu nə idi ay qaqa? Mənim canavarlarım çempion oldu. Ronaldo nədir ay qaqaş? Ronaldo nədir? İspanyoldur. Səhv düzəldiblər. Ayda. Sənə saç əkdirək. Yaxşı. Bunu saç əkdirsəz, yəni bunu yaraşmazdı sənə. Saç əkdirəcəyəm. Gəl, gedək otağa, burada olmaz. Öz aramızda zor çıxıb ha. Gedək bər. Allah bu nədir ay qaqa? Allah bu nədir? Mənim saçımdan qəşəngdir bunun saçı. Zor eləyiblər sənə. Bərə. Əladır, super. Qəşəng. Bu nədir? Mən açaram. Dəvətnamə gəlib, toya gedəcəyik. Dur gedək paltar alaq. Bunları alırıq. Hə, bunlar yaxşıdır. Geyinək baxaq görək nə. Ay qaqa, bəs polis bunları axtarırdı. Bu məsələn nə oldu da qarış? Bunlar tuta bilmədilər. Yəni başa düşmədim də mən bunu.
Bunun saçına baxırsan, kölgə eləyiblər də bunun saçına. Tərdi. Tam oturdu ya, super oldu. Hə, əladır. Yaxşı almışıq. Hə, əladır. Çıxaq gedək toya, uca gecikəcəyik. Allah Bellingham oxşadı ya qaqa, bir dənə baxın. Sanel Bellingham. Baba Bellingham'a baxın qaqa. Tuçka Bellingham'dır ya futbolçu. Kənarda da çıxdı baxın. Bu tərəfdə. Bomba kimi qəşəng. Çıxaq gedək toya, uca gecikəcəyik. Allah telif gələcək mənə. Telif gələcək. Buranı keçək ay qaqaş. Ya da səsini biraz bağlayaq. Ayda. Ay qaqaş. Pul yoxdur, neyniyək? Ay, gəl Hagi Vugiyə zəng vuraq. Ay Hugi, bizə bir dənə fəhlə Bunun saçı nə tez dəyişdi indi. Abi. İşləyirlər də qaqaş, işləyirlər, görürsüz. Halaldır. Bunun burnuna bax, qaqaş, oksigen oğrusu. Aha. Gedək kebab eləyək. Anlaqqa deyirəm qaqaş, bunlar sənəl deyirəm, bunlar oliqarx deyirsən, ancaq kebab yeyirlər ay qaqa. Bu da ancaq yeyir baba, bu da ancaq yeyir, heç kökəlmir ha. Bunun burnuna bax. Gözünə bax, xiyar deyə təmiz. Çox dadlıdır. Gəl filmə baxaq. Yaxşı fikirdir. Yaxşı filmdir ha. Qorxuludur biraz, gecə yata bilməyəcəyik. Yataq, gecdir, sabah işə getməliyik. Ala tez ol, gecikəcəyik. Ala çox yorulduq Döz, axşam olar gedərik evə. Maşını sabah sataq, əlimizə babat pul keçsin, sonra maşın alaq. Hə, yaxşı fikirdir. Sabah baxaq. Bunlar loxdur ki qaqa. iPhone, telefon iPhone-um var qaqaş. iPhone-u satacağam. Maşını niyə satırsan hə? Loxdular yan laqqı. Sabahın xeyir, sabahın xeyir. Dur gedək maşını sataq. Maşın 6000-dir. 5000 elə alım. Toba, çörək haqqı düşmərəm, problemsiz. Day sənsən də alıram 6000-ə. Gəl BYD-ni alaq. Əhə. Hey! 6000-ə qaqaş BYD-im var qaqa. Bunlar mırtlaşır yan laqqı deyirəm. Gedək Göyçaya. Telif gəllər qaqaş, ona görə bağlayıram da yəni. Çayçı Şirxan, necəsən? Oo, gəl qonaq olun. Biz duraq, uca gecdir. Oyun var, Portuqaliya, Argentina baxarıq. Baxarıq hə. Gedək samavar çayı içək həyətdə. Samavar çayı da başqa olur Günortadır, gəl gedək yataq. Gedək Bakıya, pul azalır. Bunlar qaqaş Allah haqqı deyirəm, yəni loxdular, təmiz pul xərcləyirlər ancaq. Sən öl. Gəl dönərxana açaq. Açaq. Bizə bir dənə arenda yeri düzəlt, dönərxana açaq. Oldu, mən baxıram, siz gəlin. Çox sağ ol qardaşım. Bu arada da işləmək də istəyirlər də bunlara. Yəni qəşəng işləmək də istəyirlər. Bizə 30 kiloqram eşşək əti lazımdır. Eşeğin ətinə ay qaqa, eşək əti. Bu arada bu bir də cizgi film var idi qaqa, bu maşın deyil, hə, odur. Eşək əti. İsti dönər, toyuq əti, kebab əti, ayran, hamısından Toyuq əti. var. 3 manatdır. Eşşək ətidir. Eşşək ətidir. Nə? Zarafat eləyirəm. Bugün babat işlədik. Hə. Özləri də yediyi qaqa eşək ətini. Vay vay. Bu nə dala? Maşını. Bunlar loxdur deyirəm ay qaqa, bunlar loxdur da. Ancaq maşın satarlar. Təzəsini alaq. Gedək ət alaq. Qaqam, hər şey qaydasında olsa yaxşıdır. Hə, narahat olma. İndi piro saldılar. Bizi eşşək əti üstündə tutmasalar yaxşıdır. Elə mən də ondan qorxuram. Əlləri qaldırın.
Neynəmişik? Onu bölmədə cavab deyərsən. Durun, vaxtınız gəldi. Gedirsiniz məhkəməyə. Danışın görüm, niyə qanunsuz ət satmısınız? Bağışlayın, nə olar? Səhv eləmiş. Məhkəmənin qərarı ilə 3 il azadlıqdan məhrum edilirsiniz. Niyə keçdi bu poxa? Gəl tualetə gedək. Yaxşı. Hə, bunlar Priyasın aftışlıq eləyəcəklər indi. Ayda. Usta, gizlət bizi, nə olar? Tez olun, qaçın arxaya, gizlənin. Usta, bura uzun boy, yaşıl köynəkli bir nəfər gəlməyib? Yox, rəis, gəlsələr zəng elərəm. Usta, çox sağ ol. Zor cırdıq aranı. Bəli dostlarım, qaqalar, belə videoların davamı üçün kanalımıza abunə olursunuz, videomuzu bəyənirsiniz və dostlarım, bunu part 2'sini istəyənlər, qaqalar, bəyəni atırsanız, qaqaş, part 2 gəlir və bu arada kanalımıza abunə olun, videomuzu bəyənin. Sağ olun, sevilirsiniz.